Rusiya uşaqsız həyat təbliğatı şübhəsinə görə məşhur xarici serialların nümayişini məhdudlaşdırmağa hazırlaşır. Qadağan oluna biləcək layihələrin siyahısını Parlamentskaya Gazeta nəşri dərc edib. Sentyabrın 1-dən Rusiyada Roskomnadzorun uşaqsız həyat təbliğatı üçün məlumatların bloklanmasına icazə verən əmri qüvvəyə minir. Bu tərifə uşaq sahibi olmaqdan imtinanı təşviq eləyən və ya belə bir seçimə haqq qazandıran materiallar daxildir. Parlamentskaya Gazeta yeni sənədin fonunda onlayn kinoteatrlardan silinə biləcək film və serialların siyahısını dərc edib. Nəşr ekspertlərin rəyinə istinad edir, lakin hakimiyyətdən hələlik rəsmi təsdiq yoxdur. Təhdid altında olan layihələr arasında aşağıdakılar var. Kart Evcik. Burada qəhrəman Claire bir epizodda analıq ehtiyacını şübhə altına alır. Böyük şəhərdə məhəbbət. Bu serialda Samantha adlı personaj uşaqsız həyatı təbliğ eləyir. Taxtac oyunları. Brienne cəngavərlik naminə ailəsindən imtina eləyir. Harry Potter serialı ekran işi uşağı olmayan professor McGonagall-dan bəhs eləyir. Bu tapıntıların faktiki bloklama təcrübələrində nə dərəcədə əks olunacağı hələ də bəlli deyil. Lakin belə bir siyahının federal nəşri tərəfindən dərc edilməsi artıq geniş rezonansa səbəb olub. Qeyd eləyək ki, son bir neçə ildə Rusiyada Sovet dövrünün ənənələri yavaş-yavaş bərpa edilir. Ədəbiyyat, incəsənət əsərlərinə senzura tətbiq eləmək, məzmunlarını nəzarətə almaq cəhdi də o sıradadır.